Melman dedikdə ilk ağlınıza nə gəlir? Bəli, Madagaskar cizgi filminin personajlarından biri olan zürafə. Bəs biz bu heyvan haqqında nə bilirik? Zürafənin boynu niyə çox uzundur? Bu ona imkan verir ki, o, hündür ağacların ən ucda olan yarpaqlarını belə yeyə bilsin. Bəs bilirsən, zürafənin ürəyi niyə ən böyük ürəklərdən biri sayılır? Ona görə böyükdür ki, yaşaya bilməsi üçün ürəyin başa qan çatdıra bilməsi mümkün olsun. Yoxsa boyunun uzunluğuna görə qan başa gedib çatmaya da bilər. Zürafənin heyvanlar arasında ən böyük ürəyə sahib olması da bununla izah olunur.